Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bundan əvvəlki icmalda Samsungun orta segment üçün nəzərdə tutduğu top smartfonu Galaxy A56 haqqında danışmışdıq və izləyicilərimiz də bu barədə müzakirələrdə aktiv şəkildə iştirak elədi. Bu gün isə bu seriyanın bir aşağı segment modeli olan Galaxy A36-nın mənfisi müsbəti ilə bütün özəllikləri barəsində tam tərəfsiz danışacağam. Öncə onu deyim ki, bu cihaz tam olaraq orta segment smartfonudur. Qiyməti isə Galaxy A56-dan düz 170 manat ucuzdur. Kontakt.az-da 8 GB-lıq RAM və 256 GB-lıq daxili yaddaş seçimində 800 manata satılır nağd alış zamanı. Qutusundan sadəcə 3 amperlik USB Type-C kabeli çıxır ki, bu kabelin özü də cihazın dəstəklədiyi 45 Watt-lıq sürətli enerji yığmanı çatdırıb ötürə bilmir. Maksimum verdiyi 25 Watt-dır. Buna görə də biz məcburuq ki, həm 5 amperlik kabel, həm də 45 Watt-lıq adapter başlığı alaq. Uzun sözün qısası, Samsung bu qiymətə bizə demək olar ki, sadəcə smartfonu göndərir. Dizaynla başlasam, əslində çox danışmayacağam, çünki bu dizayn üslubunu A56 icmalında şərh eləmişəm. İstəsəniz yuxarıdakı kart vasitəsindən keçid edib izləyə bilərsiniz həmin icmalı. Galaxy A36 da demək olar ki, birəbir A56 ilə eyni dizaynda hazırlanıb da. Hətta belə deyim, bu il təqdim olunan A16, A26, A36 və A56 dördü də eyni ekran ölçüsü 6,7 düymlə gəlir. A56 və A36 arasında fərqi kənardan hiss eləmək əslində çətindir. Yalnız toxunanda bilinir ki, A36-nın kənar çərçivələri plastik hazırlanıbdı. A56-da isə bu material deyil idi. Kənar çərçivələr alüminiumdan, yəni metaldan hazırlanmışdı və oxşar cəhətləri A36 da A56 kimi öndən və arxadan Gorilla Glass Victus Plus şüşəsi ilə qorunur. A35-dən fərqli olaraq A36-nın ekran düymünü 0,1 düym artırıblar, lakin bu artırılmağa baxmayaraq ölçüdə ciddi dəyişiklik yoxdur. Əksinə A36 ötən ilki A35-dən fərqli olaraq 14 qram daha yüngül, 0,8 mm daha incə gövdəyə sahibdir. IP67 sertifikatı var. Bu o deməkdir ki, yalnız şirin su altında 1 metr dərinlikdə cihazı aktiv istifadə eləmək olar. Duzlu suda yox. 2 fiziki sim və əlavə olaraq eSIM dəstəyinə də sahibdir. Bu isə o deməkdir ki, segment üçün yaxşı detaldır. Çünki hər saat bu segmentdə eSIM dəstəyi ilə gələn cihazları görmürük. 2 ədəd səs ucaldan da normal tona və təmizliyə sahibdir. Sadəcə yuxarıda olanı hibrid formada çalışır. Həm danışıq, həm də multimedia üçün istifadə olunur. Burada quraşdırılan səs ucaldan. Təbii artıq bu cihazlarda 3,5 mm qulaqlıq jack girişinə yer verilmir. Bu il isə artıq A36 ilə SD kart girişini də ləğv eləyiblər, hansı ki, ötən il A35-də belə bir giriş nəzərdə tutulmuşdu. Öndə ekran biraz daha böyüdülübdür. 6,7 düym, yenə də Super AMOLED, Full HD Plus və 120 Hz-lik yenilənmə tezliyi ilə gəlir. Kifayət qədər yaxşı ekrana sahibdir və maksimum parlaqlığı 1900 nitsə qədər qalxır. Bütün bu göstəriciləri demək olar ki, A56 ilə eynidir. Tək fərq A56 kimi HDR10 Plus-ı dəstəkləməməsidir. Bu da düşünürəm ki, A56-nın ekranını daha üstün etmək üçün Samsung tərəfindən atılmış addımdır. Arada bir fərq olmalıdırmı? Dizayn və ekranı tamamlamadan öncə bir şey də deyim ki, ekranın çərçivəyə olan nisbəti yaxşılaşdırılıbdır, amma A35-ə nisbətdə hələ ki çərçivələr gözə batandır və Galaxy A56-dan daha incə deyil. A56 daha incə çərçivələrə sahibdir. Mən şəxsən hələ də Samsungun bu seriyada niyə daha incə çərçivəyə yer vermədiyini anlaya bilmirəm. Elə böyük maliyyətli bir şey deyil, istəsələr rahatlıqla eləyə bilərlər. Sonda kamera blokunu da göstərin və keçək batareya məsələsinə. Bu il bu bloku Samsung A seriyasının image'inə uyğun formalaşdırıbdı. Artıq cihazlar tamamilə S seriyasından fərqlənərək kameralarını bir blok daxilində təqdim eləməyə başladılar. Buna isə rəy verməyəcəm, çünki zövq məsələsidir. Mənim şəxsi fikrimə qalsa, həm bu blok, həm də sadə lenslərin düzülüşü ikisi də yaxşı görsənir və Samsungun unikallığını xatırladır. Batareya tərəfində xəbərlər yaxşıdır. Baxmayaraq ki, tutumu 5000 mAh olaraq saxlayıblar, amma A56 kimi bu cihaza da artıq 45 Watt-lıq naqilli formada sürətli enerji yığma dəstəyini veriblər. Amma kaş heç olmasa qutusundan bu wattı dəstəkləyən kabel çıxarardılar. Çünki 3 amperlik üzərində gələn kabel yalnız 25 Watt-a qədər sürəti dəstəkləyir. Lakin siz həm başlıq, həm də kabel alsanız, bu cihazı 45 Watt-la 68 dəqiqə ərzində 0-dan 100%-ə çatdıra bilərsiniz. Bu yaxşı rəqəmdir. S seriyasının sadə modelində maksimum 25 Watt dəstəkləndiyi halda 800 manata satılan A36-da belə bir göstərici müsbət dəyərləndirilməlidir Samsung tərəfi üçün. Amma Çinli rəqiblərinə müqayisə eləyəcəksə, oradan danışmayaq, çünki bu segmentdə 90 Wattın üzərinə qalxıbdı Çinli rəqibləri.
Amma ümumi enerji saxlaması deməzdim ki, A35-dən çox daha yaxşıdır. Demək olar ki, təqribən eyni, hətta bəzi testlərdə ondan daha aşağı nəticə göstərdi. Təbii ki, burada prosesordan qaynaqlanan səbəblər var. Yenə də ümumi batareya performansını, danışıq, oyun, film izləmə müddətini dəyərləndirəndə deməzdim ki, segmentdə rəqiblərindən geridə qalır. Xeyr, geridə qalmır. Uzun sözün qısası A36 segmentinə görə kifayət qədər yaxşı batareyaya sahibdir. Tək mənfisi lazım olanların qutusundan çıxmamasıdır. Gələk Galaxy A36-nın ən yaxşı olduğu hissəyə, bəlkə də Androidlər arasında elə Samsungun ən yaxşı olduğu detala. Bu smartfon 800 manat qiyməti ilə qutusundan tam yenilənmiş Android 15 və One UI 7 ilə çıxır və ən əsası bu cihaza Samsung 6 il yenilənmə verəcək. Yəni bu segment bir smartfon gələcəkdə Android 21 əməliyyat sistemində ala bilər. Bu çox önəmli bir təklifdir və segmentdə demək olar ki, hazırki vəziyyətdə rəqibsizdir. One UI 7 də o qədər axıcı, hamar keçidləri olan animasiyalar və süni intellekt imkanları ilə zəngindir ki, həqiqətən istifadə edəndə insana zövq verir. Təbii ki, daxilində olan AI imkanları S seriyasındakı qədər zəngin deyil, lakin Google Circle to Search, AI Select, Gemini dəstəyi smartfonu süni intellekt tərəfində də performansla eləyibdi. Qaleriya tətbiqində olan istənilməyən detalların fotolardan silinməsi də pis işləmir, lakin S seriyası qədər uğurlu saymaq olmaz. Bütün bunları emal eləyən isə cihazın daxilində olan Snapdragon 6 Gen 3 çipidir. Bu 4 nanometrlik arxitektur əsasında hazırlanan CPU qətiyyən donma, tutulma, qızma kimi problemlər yaşatmır smartfona. Amma ümumi mənada burada Samsungun yanaşması mənə maraqlıdır. Məsələn, keçənki model A35-də biz 1 il ondan əvvəlki Exynos'u, 2 il əvvəlki A34-də isə Mediatek'i görmüşdük. Görünür, brend tam olaraq hələ də bu nömrəli cihazında qərarlaşa bilmir hansı prosesor versin. Bu ildə qarşımıza Snapdragon'dan çıxıblar. Açığı Snapdragon 6 Gen 3 Galaxy A56-da olan Exynos 1580 qədər güclü deyil, hətta ötən ilki 1480 qədər də. Amma istənilən halda A ailəsində Snapdragon'dan gələn bir alternativdir. Etibarı və adı var. Performansı da aşağı deyil qətiyyən. Müqayisəli şəkildə ekranda göstərirəm. Yəni gündəlik işlər rahat görülür. 4K video qeydi öndə və arxada var. 5G dəstəyi öz yerində. Oyunlarda rahat 60 FPS-i görmək mümkündür. Qızma, tutulma demək olar ki, yaşanmır. Qısaca A36 demək olar ki, A35 ilə eyni performansdadır. Sadəcə bu il qrafik tərəfdə daha yaxşı işlər görüblər. Bunu dəqiq demək olar. 8 GB-lıq fizik RAM-da DDR4X tiplidir. Daxili yaddaş seçimləri 128 və 256 GB olmaqla bizim bazarda satışa çıxır. Tək təəssüfləndirici məqam yaddaş çipinin UFS 2.2 ilə gəlməsidir. Bu mənada A56 daha yaxşıdır. Çünki onda UFS 3.1 var. Tərəfsiz fikrimi desəm, axıcı interfeysi, uzun illər yenilənmə dəstəyi, stabil performansı, Snapdragon'un adı bu cihazı qiymətinə və arxitekturasına görə texniki tərəfdə həqiqətən uğurlu eləyir və mən şəxsən buna yaxşı bal verərdim. Sözsüz ki, sizin fikirlər də önəmlidir. Odur ki, indidən rəylərdə yazın. Gələk kameralara. A56-da olduğu kimi Galaxy A36-da da arxa kamerada blok dizaynı xaric hər hansısa bir dəyişiklik yoxdur. Kamera göstəriciləri bir il əvvəlki model A35 ilə eynidir. 50 megapiksellik f1.8 diafragma genişliyində əsas, 8 megapiksellik ultra geniş bucaqlı və 5 megapiksellik makro fokus kamerası. Bu 3 kameradan yalnız əsas olanının OIS və autofokus dəstəyi var. Digər ikisi sabit fokuslu kameradır. Əsas kameranın rəngləri və dərinliyi emal etməsi yaxşıdır və Sony sensorundan istifadə edir. Müxtəlif işıqlandırmalarda nümunə fotoları ekranda sizə təqdim edirəm. Özünüz dəyərləndirin. Düşünürəm ki, segmentə uyğun olaraq qiymətinin haqqını verən bir kameradır. Özlüyündə 4K 30 və 1080p 60 FPS kimi axıcı video qeydi dəstəkləməsi də müəyyən mənada cihazı vlog çəkimləri üçün də etibarlı eləyir. Ultra geniş bucaqlı kameramız 8 megapikseldir. Bu göstərici A56-dan geridə qalır. Onda 12 megapiksel idi. Yəni az işıqlı ərazilərdə bu kamera ilə çəkilən görüntülərdə kənar bucaqlarda kirliliklər yarana bilər. Ona görə də işıqlandırmanın yaxşı olması mütləqdir. Bir daha qeyd edim ki, bu kameranın nə avtofokusu, nə də OIS dəstəyi var. Video tərəfində isə bu 8 megapiksellik kamera yalnız 1080p 30 kadr saniyə sürətlə görüntüləri qeydə ala bilir. Yəni 4K 30 və yaxud da ki 1080p 60 kadr saniyə sürət dəstəyi burada yoxdur. Sona qalır bir kamera, o da 5 megapiksellik makro fokus kamerasıdır. Ekranda gördüyünüz kimi fotoları qeydə almaq olur. Mən adətən bu segmentdə makro fokus kameralarını bəyənmirəm, amma istənilən halda belə bir seçim var. Yəni 5 megapiksellə makro görüntülər qeydə almaq mümkündür.
Uzun sözün qısası, arxada əsas yük düşür ana kameranın üzərinə. Onsuz da bu segment cihazlarda belə olur. Arxada bir keyfiyyətli kamera və digərlərdə onu bəzəmək üçün yerləşdirilir. Önə gəlincə kamera yenilənibdir. Düzdür, A35 ilə müqayisədə kamera megapikselini 13-dən 12-yə salıblar. Amma istənilən halda matrisdə yeniləndiyi üçün keyfiyyət artıbdır. Müqayisəli formada dəyərləndirsəm, A36-nın ön kamerası ilə çəkilən şəkillər demək olar ki, A56-nın ön kamerası ilə çəkilən şəkillərin keyfiyyətinə bərabərdir. Video tərəfində isə 4K 30 və 1080p 30 seçimləri var. Kaş ki burada bir 1080p 60 kadr seçimi də olardı. Belə dostlar, məncə ümumi bir dəyərləndirmə eləyə bilərik. Dediyim kimi A56 ilə arasında 170 manatlıq bir fərq var. Yəni 100 dollar artıq verib daha yaxşı prosesor, HDR dəstəkli ekran, metal gövdə əldə eləmək olur. Bu 3 nüans xaric A56 ilə A36 arasında elə bir ciddi gözə batan fərq yoxdur. Mənim şəxsi fikrim belədir ki, mən olsam keçərəm 170 manatdan A56 alaram. Çünki mənə görə A56 bu ilin top orta segment cihazlarından biridir. Yox, sırf A36-dan danışırıqsa, bunun da top olan imkanı sözsüz ki 6 illik yenilənmə siyasəti və adı sana olan Snapdragon CPU-suna sahib olmasıdır. Yekun fikri isə sizin öhdənizə buraxıram. Sizcə bu qiymətlərə A36 yoxsa A56 almaq daha məntiqli seçimdir? Siz olsanız hansını alardınız və A36-nın ən bəyəndiyiniz xüsusiyyəti hansı oldu? Rəy bölməsində yazın və növbəti hansı cihaz haqqında icmal çəkək, onu da yazmağı unutmayın.